Səhər saat 7-nin yarısı oyanıb çantamı yığıram. Sinifdə boş vaxtlarımda test işləyirəm. Bunun üçün Azərbaycan dili testini götürürəm. Bugün 5 dərsim olduğuna görə məktəbdən saat 12-də çıxıb diş həkiminə gəlirəm. Diş həkimindən çıxdıqdan sonra isə hazırlaşıram musiqi məktəbinə getməyə. Musiqi məktəbində 1 saatlıq dərsim var. Musiqi məktəbindəki dərsim bitdikdən sonra balaca qardaşımla birlikdə bugün ad günü olan sinif yoldaşına bir hədiyyə seçməyə gəldik. Bunun üçün yollandıq Qara Qarayevdə yerləşən Şəms adlı mağazaya. Bu yoxsa bu? Gələk, apar. Sonra gəlirəm evə. Evə gəlib yeməyimi yedim. Artıq saat 6 idi. İlk öncə riyaziyyatdan başlayıram. Riyaziyyatdan kvadratik funksiyanı bitirirəm bugün. Məndən OTK sınağından nə qədər bal topladığımı soruşmusunuz. Mən 253 bal yığdım. Əgər aranızdan Güvən, OTK və yaxud da başqa bir sınaqlara gedən varsa, neçə bal topladığını şərhlərdə yaza bilər. Gün ərzində neçə saat dərs elədiyim mənə maraqlı gəldi. Saniyə ölçəni qoşdum. Amma 1 saat sonra öz-özünə sıfırlandığına görə bilmədim neçə saat dərs eləyirəm.
Deməli, funksiyalar, qrafiklərdən bu iki dənə mövzunu işləmişəm. Bunu istəyirəm əslində, bugün əgər vaxtım qalarsa bunu işləyəm, amma bunu işləməyəcəm. Bunların izahına baxıb sonra işləməliyəm. 3 dənə mövzunu yəqin ki, sonra işləyəcəm. İndi isə kimyadan karbonun oksidləri mövzusunun konspektini çıxarıram. Artıq havalar isindiyinə görə paltar şkafımı səliqəyə salmaq qərarına gəldim. Qalın paltarları üst mərtəbəyə, nazik paltarları isə aşağı mərtəbəyə yığdım. Qalın paltarları yığdım üst polkaya, aşağılara da digərlərini düzəcəm. Sizin üçün təxmini 30 saniyə keçsə də, mənim təxminən 5 saat vaxtım aldı. Videom bu qədər idi. İzlədiyinizə görə təşəkkür edirəm. Əgər videomu bəyəndinizsə, bəyənməyi, kanalıma abunə olmağı və şərhlərdə fikirlərinizi bölüşməyi unutmayın. Hələlik!